Siz mənim paylaşdığım ekranı görəndə bir daha mənə məlumat verməyin. Tam ekranı rahat görürsünüz deyə siz. Görə bilirsiniz məndən ekranı. Aha, tamam. Evet, görüyorum. Səsim hər kəsə aydın gəlirmi? Gelir mi? Tamam, oldu. Biz qalmışdıq sizlə 5-dən qalmışdıq. Buradan davam edək. Diqqət edən istifadənin planlaşdırılması. Bu 2 saniyə üzr istəmirəm. Diqqət edən istifadənin planlaşdırılması və biz bu bölmədə rəqəmsal məzmunlara baxacağıq ki, rəqəmsal məzmunlardan biz nə zaman, necə istifadə edə bilərik. Burada biz rəqəmsal məzmun termini kontekstdən asılı olaraq fərqli mənalarda işlədilə bilən bir termindir. Bizdə isə proqram təminatı və tətbiqdir, rəqəmsal məzmun formasıdır, təhsil üçün xüsusi hazırlanmış bir növdür, ümumi texnologiyadır, şagirdlər üçün öyrənmə resurslarıdır, müəllimlər üçün peşəkar inkişaf resursları nəzərdə tutulur. Və bundan əlavə bizdə ən çox düşən suallardan rəqəmsal kursların yaradılmasıdır ki, bu da ki, çox vaxt elektron öyrənmə kursları da adlandırılır və distant öyrənmə, öyrənən mərkəzli təhsilləri dəstəkləyən bir kurslardır, rəqəmsal kurslar. Rəqəmsal kurslar nəyə xidmət edir və bu kurslarda şagirdə öyrənmə tempini, yerini və vaxtını seçmək imkanı verilir. Yəni, hər bir şagird öz tempindən asılı olaraq öyrənir, vaxtından asılı olaraq öyrənir, yerini hansı ölkədən istəsə qoşula bilər, öyrənə bilər. Və onlayn təlim mühitində və sinifdə də dərs materiallarını təqdimatı və təkrar edilməsi üçün də istifadə oluna bilir bu kurslardan. Və bizdə ən çox suallar düşür rəqəmsal kurslarla bağlı MOOC, yəni açıq kütləvi onlayn kurslar. Bu kurslarda şagirdlərin qeyri-məhdud sayda qoşula biləcəyi onlayn kurslardır və bu cümlə olduğu kimi düşür. SPOC isə kiçik şəxsi onlayn kurslardır. Burada məhdud sayda iştirakçının olduğu onlayn kurslardır. Rəqəmsal istinadlar isə bunlara aid ensiklopediyalar, xəritələr, lüğətlər daxildir. Burada rəqəmsal istinadlarla bağlı belə bir sual var idi. Burada elektron xəritələr belə bir cavab var idi. Amma sual tam olaraq yadımda deyil. Elektron kitablar dediyimiz zaman isə burada fən kitabları, istinad kitabları, dərs vəsaitləri, romanları da əhatə edə bilir elektron kitablar. Yəni, bu kitablara cihazlara yüklənə bilir, mobil cihazlara yüklənə bilir və buradan da biz asanlıqla oxuya bilirik. Yəni, bu elektron kitablar bizi ağır kitab çap eləməkdən, kitabın növündən asılı olaraq səhifə işarələməkdən, mətn vurğulamaq kimi xüsusiyyətləri də olur bunların içərisində. Sizə bu Trimis platformasıdır. Biz kitablardan və video dərslərdən istifadə etdiyimiz, amma bizdə bunlarla bağlı suallar yoxdur. Bu kitablarda həm animasiya formaları var, son dövrdə çıxan kitablarında, həmçinin də səsli oxumalar da vardır ki, istifadə olunur. Bu proqramımızdan sualımız yoxdur. Bu resurs hazırlamaq üçün istifadə edə biləcəyimiz bir proqramdır. Simulyasiyalar isə şagirdlərə simulyasiya edilmiş mühitdə real həyat təcrübələrini təqdim edir. Şagirdlər təhlükəsiz mühitdə bacarıq öyrənmək üçün simulyasiyalardan istifadə edə bilirlər. Və müxtəlif növ simulyasiyalara biz rast gəlirik. Bunlara aiddir ssenari əsaslı simulyasiyalar. Burada şagirdlər konseptual problemləri həll edirlər. Bir də var ki, texniki bacarıq simulyasiyaları. Burada isə şagirdlər tam simulyasiya edilmiş mühitdə texniki bacarıqlarını inkişaf etdirirlər. Virtual dünyalardan bundan
Virtual dünya dedikdə bura artırılmış reallıqlar və virtual reallıqlar aiddir ki, yaxud da ki, bunlarda bizə bəzi telefonlarda var, WhatsApplarda var, avatar şəkillərin qoyulması orada və s. Bunlar virtual dünyalarla bağlı olan bir sahələrdir. Bizim burada istifadə edə biləcəyimiz proqramlarımız verilib və çox maraqlı bir proqramdır bu. Qəşəng bir suallar hazırlamaq olur şagirdlər üçün. İnteraktiv məzmun hazırlamaq üçün istifadə olunur. Məlumat dəstələri dediyimiz zaman isə burada adətən siyahılarda, cədvəllərdə və verilənlər bazasında strukturlaşdırılmış məlumat və ya məlumatların təşkil edilmiş kolleksiyalarıdır bunlar hamısı. Onlar adətən elm təhsildə istifadə olunur. Rəqəmsal məzmunun əsas xüsusiyyətləri hansılardır? Bura girişin növü, interaktivlik səviyyəsi, formatı, yenidən istifadə imkanları, istifadəçi sayı, axtarış xüsusiyyətləri aiddir. Girişin növü dediyimiz zaman biz həmin resursu necə əldə edə bilərik? Bu nəzərdə tutulur. Və bunlarda rəqəmsal məzmun yerli olaraq CD və DVD-lər vasitəsilə məktəb şəbəkələrində yaxud da ki, internetdən yükləyərək əldə oluna bilirlər. İnternet bağlantısı isə uyğun avadanlıqla veb əsaslı məzmun dünyanın istənilən yerindən istənilən vaxtda əldə edilə bilər. Bunun üçün bizə sadəcə və sadəcə internet bağlantımızın olması kifayət edir. İnteraktivlik səviyyəsi. Məzmun interaktivlik səviyyəsində olması mütləq nəzərə alınmalıdır biz dərs keçdiyimiz zaman. Burada məzmun istifadəçisi ilə qarşılıqlı əlaqə girməyi tələb edir və müxtəlif çətinliklərin səviyyələrinə malik olmalıdır. Və burada interaktivlikdə sadə interaktivlik, düzgün və ya yanlış cavabları geri bildirməsi, kompleks interaktivlik, simulyasiyada fərdi rəy alınması, interaktiv məzmun istifadəçinin xəritə üzərində obyektləri hərəkət etdirməsidir. Qeyri-interaktiv məzmun, statistik məzmun sayılır. Məsələn, çap üçün rəngləmə vərəqləri, təqdimatlar və videolar daxildir. Baxın, bu hissəni yadınızda mütləq saxlayın. İnteraktiv məzmun istifadəçinin xəritə üzərində obyektləri hərəkət etdirməsi. Qeyri-interaktiv məzmun, statistik məzmun, çap üçün rənglənmə vərəqləri, təqdimatlar və videolar daxildir. Rəqəmsal məzmunlarımız bizim müxtəlif formatlarda ola bilir. Mətin, şəkil, video, animasiya, səs, simulyasiya formatlarında rəqəmsal məzmunlarımız ola bilir. Təkrar istifadə imkanları odur ki, mövcud məzmundan istifadə etməyi və öz məzmununu yaratdığımız zaman burada rəqəmsal məzmunlar lisenziya təqdim olunur. Onlar təhsil məqsədi ilə ödənişsiz olaraq təkrar istifadə oluna bilsin deyə. Bunlara aid açıq təhsil resursları Oreo və Creative Commons kimi lisenziya sxemləri müəllimlərə geniş resurslar bazasından istifadə etməyə imkan yaradır. Açıq təhsil resursları Oreo keçən dəfə sizdə testlərdə yazmışdı və Creative Commons lisenziya sxemləri, bunlar lisenziya formalarıdır. Bu lisenziyalar müəllimlərə öz fənlərini və mövzularını uyğun məzmununu pulsuz tapmaq və istifadə etmək imkanı verir. Məzmunun bəzi lisenziyalar var, amma məzmunu adaptasiya etməyə və paylaşmağa icazə verir. Əgər məzmunun yaradılmasında onu digər müəllimlərlə paylaşmaq barədə düşünə bilirik və belə saytlar Oreo saytları adlanır. Burada aşağıda sizlər üçün nümunələr veriblər ki, hansılardan istifadə edə bilərsiniz deyə. İstifadəçi sayı. Bizim yaratdığımız onlayn resurslarda istifadəçi sayı
Neçə nəfərin istifadə edəcəyini və istifadənin hər hansı lisenziya tələblərinə və məhdudiyyətlərinə tabe olmasını nəzərə almaq lazımdır. Bu mütləqdir. Məzmundan istifadə edə bilən istifadəçi sayı giriş növündən və paylaşma imkanlarından asılıdır. Bəzi məzmunlar da var ki, bir və ya bir neçə istifadəçi tərəfindən istifadə edilə bilir. Misal üçün, web əsaslı məzmun eyni vaxtda çox sayda istifadəçi tərəfindən istifadə edilə bilən məzmunlardır. Axtarış imkanları odur ki, növündən asılı olmayaraq hansı axtarış funksiyalarına sahib olduğunu nəzərə almaq mütləq vacibdir ki, çox hallarda rəqəmsal məzmun axtarıla bilən formada olur və istənilən istifadəçinin lazımi məlumatı daha sürətlə axtarıb tapmağa xidmət edir. Və rəqəmsal resurslar üçün axtarış sistemlərini istifadə edərək bloqlar, müəllim icmaları, sosial şəbəkə və Təhsil Nazirlikləri rəsmi saytları kimi mənbələr, tövsiyələr və rəylər axtarmaq mümkündür. Yəni, biz axtarırıqsa, nəsə axtarırıqsa, burada mütləq şəkildə diqqət etməli olduğumuz şeylər. Əgər ki, digər bugün işlədiyimiz sınaqda da var idi, Skillbox sınağında da var idi ki, cavabların birində deyirdi, müəllim icmaları digər müəllim yoldaşlarınızın tövsiyə etdiyi saytlardan istifadə edin. Yəni rəsmi saytlardan, nazirliklərin rəsmi saytlarından mənbə kimi göstərilə bilər, istifadə oluna bilər, tövsiyələr verilə bilər. Yəni, misal üçün, mən axtarıram, tapıram, deyirəm ki, sizlərə bu saytlar məsləhətlidir və bundan istifadə edə bilərsiniz. Bir də var, siz bilmirsiniz o saytlar fake-dirmi, yalançılıq məlumatı varmı və s. Deyək ki, mən yoxlamışam, bilirəm hamısını. Ona görə hansı yoxlanılıb və tövsiyə olunursa bunlar məsləhət görülür. Ünsiyyət alətləri isə öyrənmə prosesini dəstəkləmək və inkişaf etdirmək üçün istifadə edilə bilən İKT resurslarıdır ki, bunlar ünsiyyət alətləri adlanır. Sonra elektron poçtlar və bizim elektron poçt 2 və daha çox insan arasında elektron mətn əsaslı mesajların mübadiləsi üçün geniş istifadə olunan bir ünsiyyət formasıdır. Və burada internet və digər kompüter şəbəkələri vasitəsilə göndərilir. Onlardan müxtəlif formatda fayllar, qoşmaları da əlavə edə bilirik və bunlar içərisində təqvim və əlavə siyahıları da daxil etmək mümkündür. Buradan istifadə edərək elektron poçtlarda məktəb rəhbərliyi, müəllimlər, şagirdlər vasitəsilə onlayn şəkildə, yəni məlumatları rəsmi şəkildə e-poçt ünvanına göndəririk. Və biz bura nələri göndərə bilərik? Dərsin məzmunu, resurs, tapşırığın şagirdlərə və şagird qrupuna göndərmək, şagirdlərdən suallar və cavablar almaq, imtahanlar, testlər, tapşırıqlar edə bilərik. Müxtəlif dillərdə yazı bacarıqlarını inkişaf etdirmək üçün digər ölkələrdəki şagirdlər elektron poçtların vasitəsilə yazışmalar aparmaq və valideynlərlə ünsiyyət qurmaq, məsələn, dərs haqqında məlumat göndərmək. Bunları elektron poçt vasitəsilə biz edə bilərik. Və buradan sual var idi. Qısa mesajları bilirik ki, SMS-lərdir, MMS-lərdir, köhnə telefonlarda istifadə olunurdu bunlar. Və tədris mühitində isə valideynlərlə əlaqə saxlamaq, dərs cədvəlini və valideyn iclasları barədə məlumat göndərmək, şagirdlərlə əlaqə yaratmaq, tapşırıqlar, ev tapşırıqları ilə bağlı qısa mesaj göndərmək, müəllimlər arasında məlumat mübadiləsi, dərs cədvəlləri, görüşlər və xatırlatmalar barədə məlumatlar göndərmək. Bu qısa mesajlar vasitəsilə istifadə olunur. Yəni, hal-hazırda bizdə WhatsApp olduğu üçün ölkə olaraq bunu WhatsApp, burada deyilənləri biz WhatsApp üzərindən edirik.
Amma hansı ki ölkələr var ki, onlarda WhatsApp qadağan olunubdur. Onlar bu işləri, misal üçün Amerikada WhatsApp işləmir. Yəni burada onlar həmin biz WhatsAppda yazdığımız mesajları onlar qısa mesaj şəklində şagirdlərə, valideynlərə göndərirlər. Onlayn söhbət Neden bundan düşmür? Web konferanslar. Bununla bağlı gördünüz. Bugün sınavda da suallar var idi. Web konferanslar en çok istifadə olunan ünsiyyət vasitələrindən biridir. İnternet üzərindən metin, video mesajların real vaxtda mübadiləsi üçün istifadə olunur. Web konferanslar alətləri ekran paylaşımı, sorğular və qiymətləndirmə, interaktiv lövhələr, planlaşdırma və təqdim kimi əməkdaşlıq xüsusiyyətlərini özündə saxlayır və bu proseslər üçün istifadə edilir web konferanslarda. İstifadə nümunələrinə nələr daxildir? Xarici ölkədəki siniflərlə əlaqə yaratmaq, müəssisələr və ekspertlərlə görüşlər keçirtmək, xarici dillərdə danışıq və bacarıqları inkişaf etdirmək, seminarlar və ya qrup layihələri üçün müzakirələr aparmaq, diskussiyalar aparmaq, onlayn dərslər keçirmək, fikir mübadiləsi aparmaq, bu onlayn konferanslar vasitəsilə həyata keçirilir. Əsas xüsusiyyəti konferansların sinxron ünsiyyət, asinxron ünsiyyət, qlobal əhatə dairəsi, müxtəlif formatlar və çoxsaylı istifadəçilərin istifadə edə bilməsidir. Sinxronda düşən suallardan sinxron və asinxron ünsiyyət. Asinxronda iştirakçıların eyni vaxtda onlayn olması tələb etmir. Buna elektron poçtlar, qısa mesajlara aiddir. Sinxronda isə iştirakçıların eyni anda onlayn olmasını tələb edir. Burada onlayn söhbətlər, chatlar, web konferansları aiddir. Qlobal əhatə dairəsində isə internet və mobil texnologiyalar nəzərə alaraq dünyanın istənilən yerinə, istənilən vaxtda əlaqə saxlamaq mövcuddur və bunun üçün biz istər elektron poçt vasitəsilə, istər web konferanslar təşkil edə bilərik, istərsə də onlayn söhbətlər edə bilərik. Bunun üçün bizə lazım olan tək bir şey var. Bu da sadəcə bizim internetə çıxışımızın olmasıdır. Müxtəlif formatları dəstəkləyir. Yəni burada ünsiyyətin müxtəlif formalarından istifadə oluna bilər. Mətn, səsli mesaj, video və ya bunların birləşməsindən istifadə edə bilərik. Çoxsaylı istifadəçiləri dəstəkləmək. Misal, onlayn söhbət bir və ya bir neçə qrup şəklində aparıla bilər. Web konferanslar təkbətək ya böyük qruplarla aparıla bilər. Elektron poçt vasitəsilə çoxsaylı istifadəçilərə mesaj göndərmək xüsusiyyəti var. Onlayn əməkdaşlıq alətləri bunlara Web2 alətləri daxildir ki, yəni bunlar Web2 alətləri bizim bildiyimiz sosial şəbəkələrimizdir. Instagram, Facebook, Twitter, YouTube və s. Bunlar LinkedIn'dir və s. Bunlar Web2 alətləridir. Yəni biz onlar vasitəsilə həm bizə lazım olan məlumatları yazıb orada axtara bilərik, sual şəklində yönləndirə bilərik ki, sorğuya çıxarda bilərik. Bunlarda da sosial şəbəkə iştirakçıları həmin bizim sorğumuza, sualımıza cavab verirlər. Bunun əməkdaşlıq alətləri hansı imkanları verir bizə? Məzmunun birgə yaradılması və paylaşılması, şərhlər yazmaq və qiymətləndirmə aparmaq, müəyyən mövzularda araşdırma aparmaq. Bax, bizdə suallarda var idi ki, bax, deyirdi, neyniyə bilərik əməkdaşlıq alətlərinə şərh yazmaq, qiymətləndirmələrin aparılması üçün hansı alətlərdən istifadə edə bilərik? Burada biz sosial şəbəkələri götürürük bu zaman. Sonra bəzi onlayn əməkdaşlıq alətləri var ki, şəxsi öyrənmə şəbəkələri,
SLN adlanır. Bunlar yaratmaq üçün istifadə edilə bilər. Sonra Bloqlar nə üçün istifadə olunur? Bloqlar xronoloji ardıcıllıqla məqalələr paylaşmaq üçün istifadə olunan onlayn platformalardır. Bloqlarda mətn, şəkil, audio və video fayllar yerləşdirmək mümkündür. Bunların içərisində eyni zamanda istifadəçilər məqalələr şərh yaza bilir və müzakirələr apara bilirlər. Bunlarda da. Sonra bloqlardan nə zaman biz istifadə edə bilərik? Şəxsi öyrənmə portfeli kimi istifadə etmək olar. Tədrisdə istifadə edə biləcəyin ideya üçün təhsil blokları yaratmaq olar. Şagirdlərə mənbələri və dərs materiallarını paylaşmaq üçün sinif və ya fən əsaslı bloqlar yaratmaq olur. Sinif veb saytı yaratmaq, burada xəbər, video, şəkil paylaşmaq, şagirdlər üçün bloqlar yaratmaq və mövcud bloqlara töhfə vermək üçün paylaşıla bilər. Əməkdaşlıq, refleksiya və tənqidi qiymətləndirmə burada özü əksini tapır. Şagirdlərin öz bloqlarını yaratması üçün iş portfeli kimi istifadə edə bilər yaradaraq. Şagirdlər öz tədqiqatlarını bloqlardan məlumat axtara bilərlər. Sonra bu lazım deyil. Bu blog yaratmaq üçün istifadə olunur. İstəsəniz blog yaratmaq üçün istifadə edə bilərsiniz burada. Buradan yoxdur. Wikilərlə bağlı bir sual var. Wikilər istifadəçilərə məzmun əlavə etmək, redaktə etmək və ya silmək imkanı verən onlayn saytlardır. Bunu bir dənə yadınızda saxlasanız bəsdir. Media paylaşım saytları isə media paylaşım saytlarına biz şəkil, video, təqdimat və s. kimi media fayllarının saxlanılması və paylaşılması üçün istifadə oluna bilən platformalardır. Tədris və öyrənmə kontekstində media paylaşım və sosial əlçəcinləmə saytlarına istifadə isə nələr daxildir? Müəllimlərin peşəkar inkişafı üçün resursların tapılması, tədqiqat üçün resursların tapılması, tədris resursları və şagird layihələri üçün məzmun tapılması, sosial əlçəcinləmə saytlarında oxu siyahılarının rahat paylaşılması, layihələr və tədqiqatlar üçün resursların tapılması daxildir bunlara. Əsas xüsusiyyətləri qlobal əhatə, real vaxt, profil və məxfilik ayarları, birgə məzmun yaradılması və redaktəsi, axtarış və etiketləmə, virtual icmalara abunə olmaq. Bundan başqa sual yoxdur. Məhsuldarlıq alətləri, bunlar yoxdur. Mətn redaktorları. Mətn redaktorlarından bir dənə mətnin yazılması, yazmaq, çap etmək üçün hansı redaktorlardan, hansı alətlərdən istifadə olunur deyir. Belə bir sual var. Bunu yadınızda saxlayın ki, mətn redaktorlarıdır ki, onlarda mətnlərin yazılması, yerləşdirilməsi, paylaşılması üçün istifadə olunur. Buradan sadə bir sual var və mətn yaradılması üçün Word proqramından istifadə edirik və proqramın içərisindən bizə suallar düşmür. Amma istəsəniz, kimin çətinliyi varsa proqramda işləməkdə, buradan baxıb proqramın funksiyalarını daha dərindən öyrənə bilər.
Neçə dəqiqə? Buradan yoxdur. Təqdimat var. Bu hissədən proqramlar olduğu üçün buradan elə çox sual yoxdur. Hə, buradan bu var. Konsepsiya xəritəsindən suallar. Baxın, konsepsiya xəritəsi alətləri anlayışlar arasındakı əlaqələri göstərən diaqramlar yaratmaq üçün istifadə olunur. Zəka xəritəsi olaraq da tanınır. Nam bir nümunələr. Yəni, bunlarda videodur, masterdir və s. istifadə olunan proqramlardır bunlarda. Buluddan yoxdur. Sual. Qeyd aparma. Bundan da yoxdur. Və bu yazı proqramların əsas funksiyaları nədir? Məzmunun yazılması, icmal və redaktə, çap etmə, yerli və onlayn giriş, yerli və məhdud və ya bulud saxlamaq, virtual icmallara abunə olmaq onların xüsusiyyətləridir. Yerli və onlayn giriş deyəndə, lokal olaraq kompüterin daxili diski və ya xarici cihaz vasitəsilə aparılır. Onlayn isə web əsaslı tətbiqlər və ya bulud texnologiyaları əsaslı bulud əsaslı tətbiqlər vasitəsilə aparılır. Və bunlarda şəkil bir audio və video alətləri tədris öyrənmə prosesində müxtəlif məqsədlərlə istifadə oluna bilən İKT alətlərindən biridir ki, bunlarda tədris resurslarının yaradılmasında ensiklopediyalar, təcrübələr və üçün çəkilmiş fotoşəkillər redaktə olunması və şagird layihələrində istifadə üçün şəkillərin redaktəsi bundan istifadə olunur. Audio yazma və redaktə alətlərinə isə bu alətlər audio fayllarının yazılması və redaktəsi üçün istifadə olunan proqramlardır. Bunu yadda saxlasanız bəsdir. Video yazma və redaktə, yeni videoların yaradılması, mövcud videoların redaktəsi, audio şəkillərin birləşdirilməsi və qeyd edilməsi üçün istifadə olunan fayllardır, proqramlardır bunlar. Əsas xüsusiyyətləri yazma, fayllar idxal etmə, redaktə etmə, çoxsaylı fayl formatlarının yaradılması və paylaşılması bu əsas xüsusiyyətləridir. Buradan yoxdur sizə suallar. Aha. 6-cı bölməmizdə sinif texnologiyalarıdır ki, buradan bizə nələr düşür? İnteraktiv lövhələr. İnteraktiv lövhələrdə sinifdə tədrisi dəstəkləmək və təkmilləşdirmək üçün istifadə olunan texnologiyalardan biridir interaktiv lövhələr. İnteraktiv lövhə adətən sinifdə ayrı və ya ənənəvi lövhə ilə birlikdə istifadə olunan rəqəmsal displey texnologiyasıdır. Bunu yadınızda saxlayın ki, həm ənənəvidə, həm də ki, interaktivdə istifadə oluna bilir. İnteraktiv lövhə təchizatları var ki, interaktiv lövhələrdən müxtəlif məqsədlər üçün istifadə olunur. Kompüterlərə, proyektorlara qoşularaq böyük interaktiv displeylər, yəni ekranlar var ki, onlardan baxıb şagirdlər öyrənə bilirlər. Bunlarda interaktiv lövhələrdən nə zaman istifadə olunur? Bu düşür bizə suallarda. Web saytlara baxmaq və internet üzərində araşdırma aparmaq, hazır təhsil məzmununu istifadə edərək öyrənmə prosesini dərinləşdirmək, dərs zamanı qeydlər aparmaq, web səhifələrə, şəkillərə və şərhlər üçün, əl yazısını elektron mətnə çevirmək üçün, proqram təminatının necə işlədiyini nümayiş etdirmək üçün, ekran fəaliyyətini qeyd etmək və ekranı çəkmək üçün, video və video kliplər göstərmək üçün,
şagirdin işini sinifdə bölüşmək və qiymətləndirmək üçün istifadə olunur və bunlardan sınaq suallarındakı cavablardan birində ekran fəaliyyətini qeyd etmək və ekranı çəkməkdir. Digərində şagirdin işini sinifə bölüşmək və qiymətləndirmək üçün. Bu bizim sınaq suallarımızın içərisində var. Amma bunu əzbərli bir yadınızda saxlayın ki, bilməliyik bunlardan hansı düşər bizə. İnteraktiv lövhələrin əsas xüsusiyyətləri isə bütün sinif üçün ekran nümayişi, interaksiya, 2 və daha çox istifadəçi, ekran yazısı, qeyd əlavə etmə, qeyd aparma, əlyazma tanıma, interaktiv məzmun yaradılması, cihazların inteqrasiyası bura daxildir. Sonra rəqəmsal proyektorlar təhsil sahəsində istifadə olunur və onlar kompüter ekranında və digər cihazda baş verənlər böyük ekranda hamının görməsi üçün nümayiş etdirilir. Bax, buradan sınaqda da var suallar. Proyektorlar qısa məsafəli, ultra qısa məsafəli, uzun məsafəli və portativ modellər olaraq bölünür bunlar. Proyektorların qısa məsafəli və ultra qısa məsafəli proyektorlar görüntünü təqdim edən şəxsin üstündə, ekranı və divarın yaxınlığında quraşdırılır. Və biz bunlardan nələr üçün istifadə edə bilərik? Təqdimat üçün geniş görüntü təmin edir. Müəllim və şagirdlər üçün mənbələrin nümayiş etdirilməsini asanlaşdırır. Rəqəmsal resurslar, video, digər multimedia məzmunlarının nümayişini dəstəkləyir. Simsiz planşet vasitəsi proyektora qoşularaq görüntünü sinif otağının istənilən yerindən idarə etmək mümkündür. Simsiz cihaz və klaviatura vasitəsi ekran görüntüsü ilə qarşılıqlı əlaqədə olmaq imkanı verir. Rəqəmsal vizuallaşdırıcılar vasitəsilə real obyektlərin görüntüsünü böyük ekranda nümayiş etdirmək mümkündür. İnteraktiv lövhələr proyektor ekranı kimi istifadə edilə bilir və bu qarşılıqlı əlaqəni artırır. Bu sualların içərisində resurslar, video və digər multimedia məzmunlarını nümayiş etdirmək. Bu sınaq suallarındakı cavablardan biri buydu. Bir də rəqəmsal vizuallaşdırıcı deyəndə, bu da ən çox düşən suallardandır. Vasitəsi real obyektlərin görüntüsünü böyük ekranda nümayiş etdirmək üçündür. Əsas xüsusiyyətləri onların digər cihazlarda inteqrasiya oluna bilir. Cihazda olan görüntüləri asanlıqla paylaşa bilirik. Vizuallaşdırıcılar buradan sual düşür bizə və rəqəmsal vizuallaşdırıcılar sənəd kameraları kimi tanınan cihazlardır və sinifdə tədris prosesində faydalı bir cihazlardır. Yəni biz bu cihazlar vasitəsilə proyektor və kompüter monitoru ilə birlikdə istifadə edildikdə müəllimlər, şagirdlər üçün fiziki obyektlərin bütün sinifə nümayiş etdirə bilirlər. Bax, bayaq dediyimiz bütün sinifə nümayiş etdirə bilməsidir. İstifadə haralarda istifadə olunur? Kiçik referatlar, mətinlər, şəkillər, canlı obyektlər kimi fiziki obyektlərin bütün sinifdə nümayiş etdirmək, bütün sinifə iynə saplama və toxuma texnikası kimi praktik bacarıqları nümayiş etdirmək. Bu, keçən dəfəki sualların birində var idi cavab. Belə bir sual düşmüşdü. Hansı alətlə istifadə edərsiniz? Cavab rəqəmsal vizuallaşdırıcılarla göstərməkdir. Bəs vizuallaşdırıcı ilə proyektorun fərqi nədir? Vizuallaşdırıcı müəllimə onu daha böyüdə bilir dedikdə, böyüdüb göstərə bilir. Proyektor isə olduğu kimi göstərir. Nə varsa odur. Xırda bir işi deyirik. Bax, iynə saplama və toxuma texnikasının praktik bacarıqları nümayiş etdirir. Yəni, xırda işi, bizim gördüyümüz balaca bir işi, biz necə ekranı, bax, mən burada ekranı böyütdüm, əlimdə gördüyüm balaca bir şeyi böyüdərək göstərə bilir vizuallaşdırıcılar. Amma proyektorlar isə hansı ölçüdədirsə, hansı formadadırsa olduğu kimi göstərir. Təşəkkür. Buyurun, müəllimə.
Əsas xüsusiyyətlər, e, sənəd kameralarının əsas xüsusiyyətləri geniş şəkildə təsnif olunur. Yəni bunlara nədir? Rəqəmsal proyektorlar və ya monitor, yəni kompüter, PC monitorlara aid, kompüterlərə aiddir. Ekranı ilə birlikdə istifadə edildikdə fiziki obyektlərin göstərilməsi, obyektlərin böyüdülməsi, şəkillərin çəkilməsi, saxlanılması, video çəkiliş, rəqəmsal proyektorlar, kompüterlər, interaktiv lövhələr kimi digər cihazlara inteqrasiyasının olmasıdır. Ekran paylaşma alətlərində isə birdən çox kompüter və cihaz arasında ekranı paylaşmaq və real vaxt rejimində bir kompüterdən digərinə uzaqdan giriş imkanı vermək üçün istifadə oluna bilir. Ekran paylaşdırıcı alətlər. Müxtəlif ekran paylaşma həlləri mövcud və uyğun seçimli kompüterlər və cihazlar arasında əlaqə şəbəkə quruluşundan asılı olaraq dəyişir bunlar. Sinifdə ekran paylaşımından nə üçün istifadə olunur? Müxtəlif öyrənmə resurslarının şagirdlərə paylaşılması, müəllimlərin cihazında icra olunan bir əməliyyatın nümayişi, müəllimin ekranında görüntüsü sinif ekranına güzgü şəklində ötürülməsi. Bu sual var idi. Ekran paylaşma alətlərindən nə üçün istifadə olunur? Cavabda var idi ki, müəllimlərin bir cavabda var idi müxtəlif öyrənmə resurslarını şagirdlərə paylaşmaq. Digər cavabda isə müəllimlərin icra olunan əməliyyatların nümayiş etdirilməsi. Sonra şagirdlərin ekranının sinifdə paylaşılması. Yəni şagirdlər öz ekranlarını və işlərini paylaşması üçün istifadə edə bilirlər. Müəllim uzaqdan şagirdləri izləməsi, formativ qiymətləndirmə aparmaq və şagird cihazından düzgün istifadə etdiyini təmin etmək, yəni köçürt mülki və s. bunun üçün. Müəllim şagird cihazına nəzarət etməsi, tapşırıq yerinə yetirmə zamanı dəstək üçün istifadə olunur. Mobil cihazlar üçün ekran paylaşımı həlləri, müəllim və şagirdlər üçün sərbəst hərəkət edərək ekran görüntüsünü paylaşa bilirlər və misal üçün layihə işi zamanı şagirdlər qruplara bölünüb cihazlarını birlikdə istifadə edə bilərlər. Xüsusiyyətləri: real vaxt rejimdə ekran paylaşımı. Hal-hazırda mən sizə necə ekran paylaşımı istifadə edirəm. Bu real vaxt deyəndə bu nəzərdə tutulur. Çox saylı bağlantılar, fail ötürülməsi, uzaqdan idarə etmə. Audio, video və şəkil bu nə zaman istifadə olunur? Bunlarda audiodur, videodur, şəkildir, məzmun yaratmaq, redaktə etmək və istifadə etmək üçün müəyyən avadanlıqlardan istifadə olunur. Bunlar isə quraşdırılır kompüterlərə və yaxud telefona, yaxud planşetə quraşdırılır və orada istifadə olunur. Sizə burada hansı alətlər istifadə oluna bilər? Bax, bu hissəni tam olaraq yadda saxlayırsınız. Buradan bir neçə sual var. Kompüterlər masaüstü kompüter, notebook, netbook, planşetlərdir. Ayrı-ayrı qeyd alma cihazları, rəqəmsal kameralar, rəqəmsal video qeyd aparatı cihazlar, diktafonlardır. Multimedia faillərini oynatma, MP3 playerlərdir, iPad Touch kimi cihazlardır. Sənəd skat etmək üçün skanerlər, şagird işləri və ya incəsənət əsərləri kimi sənədlərin rəqəmsal formata çevirmək üçün mikrofonlar, nitq, musiqi, digər audio məzmunları qeyd etmək üçün istifadə olunur. Bunlar slayd nümayişləri və video kimi multimedia məzmunların yaradılmasında istifadə olunur. Səs ucaldıcı və qulaqlıqlar audio qeydlərini dinləmək üçün, uyğun bağlantı kabellər müxtəlif cihazları birləşdirmək üçün. Ünsiyyət və əməkdaşlıq alətlərinə bu alətlər vasitəsilə həm müəllimlər, həm şagirdlər müxtəlif avadanlıqlardan istifadə edib bir-birləri ilə ünsiyyət qura bilərlər, video zənglər edə bilərlər. Və bunun üçün mütləq olaraq internet bağlantımız yenə də hər zamanki kimi bizə lazımdır. Burada mobil öyrənmədən bizə sual düşür. Mobil öyrənmə
hər zaman, hər yerdə təhsili mümkün etmək üçün mobil cihazlardan istifadə etməklə istifadə olunur. Misal üçün, birimizin kompüteri yoxdur, birimiz telefonla, əksəriyyətdə kompüter olmur da, daha çox mobil cihazlar var və buna görə də mobil cihazlardan istənilən vaxtda, istənilən yerdən asanlıqla daxil ola bilirik biz. Sonra aha, baxın evdə. Buradan düşür. Fərqli mobil cihazları internetə qoşulma imkanları müxtəlif ola bilir. Əsasən, mobil cihazların internetə qoşulması iki yolla həyata keçirilir. Birinci, Wi-Fi bu simsiz şəbəkə vasitəsilə internet bağlantısıdır. İkincisi isə mobil geniş zolaqlı şəbəkədir. Yəni, mobil operatorun təmin etdiyi internet bağlantısı bunlar. Ümumiyyətlə, smartfonlar həm Wi-Fi, həm mobil geniş zolaqlı şəbəkə vasitəsilə internetə qoşula bilir və istənilən yerdən internetdə çıxış imkanı yarada bilirlər və bu mobil operator tərəfindən əlavə ödəniş tələb edir. Planşetlərin əksəriyyəti isə, baxın bu suallarda var, yalnız Wi-Fi vasitəsilə internetə qoşulur. Yalnız bəzi mobil geniş zolaqlı şəbəkəyə qoşulma dəstəyi təqdim edir. Yəni, bəzi planşetlərin mobil şəbəkəyə qoşulmaq imkanı olmayan cihaz Wi-Fi bağlantısı olmayan yerlərdə internetdən istifadə edə bilmirlər. Bu da planşetlə bağlı suallarımızda var idi belə. O zaman biz götürürdük ki, mobil geniş zolaqlı şəbəkəni. Mobil cihazların təlimdə istifadəsi, yəni bu bizə yeni öyrənmə üsullarını dəstəkləyir, şagird mərkəzli və fərdiləşdirilmiş öyrənmə metodlarını real vaxtda qiymətləndirmə aparmaya kömək edir. Fərqli tətbiqlər, məzmunlar seçərək kurikulum və şagirdlərin ehtiyaclarına uyğunlaşdırılmış resurslar təqdim etmək mümkündür. Mobil məzmunlar interaktiv və maraqlıdır və məzmunun daha yaxşı qavranılmasına xidmət edir. Mobil texnologiya aktual və şagird üçün cəlb edicidir. Bu sonların motivasiyası və iştirakı artırılmasına xidmət edir. Mobil cihazlardan istifadə etmək, interaktiv məzmunlar, kurslar yaratmaq mümkündür. Və mobil cihazlar, şagirdlər mobil cihazlar vasitəsilə kurslara istənilən yerdən qoşula bilirlər. Onlayn dərslər keçirilməsi və s. budur. Əsas xüsusiyyətləri ekran ölçüsü, daxil etmə üsulları, başlanğıc sürət, bateriya növü, inteqrasiya olunmuş funksiya, əməliyyat sistemləri, tətbiq, saxlama imkanı, fail idarə edilməsi bunlara daxildir. Buradan bizə ekran ölçüsündən sual düşür. Nəzərə alınması vacibdir. Kiçik ekranlar daha portativ olsa da böyük ekranlar məzmunun oxunması imkanını asanlaşdırırlar. Daxil etmə üsulları, mobil cihazlar toxunma ekranları ilə əlaqədar idarə oluna bilirlər və portativ klaviaturlar əlavə oluna bilir. İşə salma sürəti, planşetlər demək olar ki, dərhal işə salmaq mümkündür. Amma kompüterlər və netbooklar isə nisbətən gec işə düşürlər. Bateriyanın ömrü, planşetlərin bateriyası adətən daha uzun ömürlüdür. Notebook və netbooklar planşetə nisbətən qısa ömürlüdür. İnteqrasiya olunma xüsusiyyətləri, smartfon və planşetlər adətən ön və arxa kamera, video yazıcılar ilə inteqrasiya olunur, amma notebook və netbooklarda ancaq ön kameralar var, arxa kameralar olmur. Bir də nə düşür? Saxlamadan düşür. Bunlar smartfon və planşetlərdə fayllar əsasən onlayn bulut yaddaş üzərində saxlanılır. Notebook və netbooklarda isə onlayn yaddaşda istifadə edə bilir, offline-da istifadə edə bilir. Faylların idarə edilməsində, tədris prosesində bunlardan geniş şəkildə yadda saxlamaqla istifadə edirlər. Bir də mobil hesablama alətləri, buradan daha çox
sual düşür və bu hissəni mütləq şəkildə diqqətlə oxuyub yadınızda saxlayın. Burada təhsil mühitində mobil hesablama alətləri tətbiq edərkən bu həllərin idarə olunması nəzərə alınır və cihazların məktəb şəbəkəsinə qoşulması və tətbiqlərin məzmun paylanması necə tənzimlənəcəyi vacib məsələlərdəndir və bunun üçün fərdi yanaşmaların müxtəlif üstünlükləri var və həmçinin də bunların müəyyən qədər çatışmazlıqları da var. Burada mobil cihazlardan istifadə edilən zaman bir hesablama yanaşması məktəblərdə cihazların idarə olunması üzərində daha çox imkan verir. Buna biyot anlayışı deyilir və biyot yanaşması yaxud da deyirik. Bu zaman şagirdlər məktəbdə olarkən internetin filtr sistemlərinin yaradılmasını asanlaşdıra bilirlər. Burada hər kəsin bir planşeti yaxud da ki kompüteri olur biyot yanaşmasında. Biyot yanaşması ev tapşırıqlarının evdə tamamlanmasına şərait yaradır və daha az xərc tələb edir. Xüsusilə məktəb artıq güclü bir şəbəkə infrastrukturunu və Wi-Fi imkanlarına maliksə bu əlavə xərcləri azaldır. Digər tərəfdən, bəzi valideynlər övladların mobil cihazlardan həddindən artıq istifadə etdiyinə narahat olur və məktəbdə biyot strategiyasının tətbiq olunmasını xoş qarşılamaya bilirlər. Və ən sonunda, əgər məktəb bəzi şagirdlərə cihaz təqdim edə bilmirsə, bu zaman rəqəmsal uçurum adlanan problem yaradır. Yəni, bəzilərində şagirdlərdə bu var, kompüter verir, dərs müddətində istifadəyə, bəzilərində vermir. Necə ki, bizdə təlimdə keçdiyimiz zaman hər dəfə digər otaqdan kompüteri gətirməyə düşürük. Yəni, bəzi şagirdlər cihazlarının məhdud funksiyonallığı səbəbindən həm yaşıdları və eyni imkanlara malik olmaya bilirlər. Aha. Gələn dərsdə sabah, yəni müəllimlər 7-dən başlayacağıq. Bura qədər sualı olanınız var müəllimlər? Sizə qaranlıq qalan yer varsa deyin, təkrar bir də izah edeyim.